Xaricdə təhsil müraciət prosesini özü həyata keçirmək istəyənlər üçün yeni bir seriya başladıram. Hansı ki, bu seriyada sizə mərhələləri necə həyata keçirməlisiniz, ilkin olaraq nə etməlisiniz, hamısı haqqında detallı məlumat verəcəm. Eyni zamanda suallarınız olarsa, onları da qeyd edin, növbəti videolarda cavablandıracağam. Gəlin birinci partda başlayaq. İlkin olaraq nə etmək lazımdır? Və iki şey qeyd edəcəm. Bir, dil sertifikat imtahanları üçün hazırlığa başlamaq. Əgər magistr və PhD üçün müraciət edirsinizsə, bakalavr üçün müraciət edirsinizsə, SAT və dil sertifikat imtahanına hazırlaşmaq. İki isə detallı şəkildə araşdırma edərək müraciət prosesləri hansı formada olmalıdır, sizin üçün hansı sənədlər lazımdır. Ən əsası, nə zamana qədər müraciət prosesini həyata keçirməlisiniz. 1. Konsultasiyadan qeydiyyatdan keçərək ümumi proses haqqında məlumat ala bilərsiniz. 2. Süni intellektdə xarici təhsil üçün bakalavr dərəcəsi üzrə müraciət etmək istəyirəm. Bunun üçün hansı addımları izləməliyəm? Hansı sənədlər lazımdır? Universitetləri necə araşdırmalıyam kimi suallar verərək ümumi fikir formalaşdıra bilərsiniz. 3. YouTube-da və yaxud da Google-da araşdırmalar edərək xarici təhsil haqqında müraciət prosesi olan videolara baxaraq yenə də ümumi proses haqqında məlumat ala bilərsiniz və növbəti videoda isə ilkin olaraq araşdırmanı necə etməliyik bu haqqda sizinlə məlumatları bölüşəcəm. Növbəti videoda görüşərik.